Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. 39 yaşlı kişi xəstəmizdir. Klinikamıza şikayətlərlə müraciət etmiş və diaqnoz müayinə zamanı anal kardiyoloma aşkar olunmuşdur. Hal-hazırda əməliyyatımızı biletik şirkətinin Leonardo cihazı ilə və Loma uyguluğu ilə icra edirik. Masada gördüyünüz kimi heç bir alət, skalpel və yaxud da dikiş sapları, heç bir şey yoxdur. Normalde bu cihazla əməliyyat eləməsəydik, əməliyyatımız bir 40 dəqiqə çəkəcəkdi və xəstədə də əməliyyatdan sonraki təbii ki ağrılar və reabilitasiya dövrünü çəkəcəkdi. Bu cihazın da bu əməliyyat növünün üstünlüyü ondan ibarətdir ki, 40 dəqiqəlik əməliyyatımızı 5 dəqiqəlik yekunlaşdırırıq, heç bir kəsik aparılmır. Bu cihaz birbaşa kondilonmalara təmas edərək nöqtə şəklində onu kökündən yandırır və dərhal sağalma prosesini icra edir və xəstə konformdan sonra çox yaxşı olur.